Son günlər sosial mediada yayılan bir sıra videolar haqqında danışmaq istəyirəm bugün və öncə onu qeyd edim ki, videomu izləmək üçün, mütəmadi olaraq izləmək üçün kanala mütləq abunə olmağı unutmayın və bildiriş hissəsində tıklayın ki, videolar paylaşılanda hər həftənin 2-5-ci günləri sizin YouTube kanalınıza bununla bağlı bildiriş gəlsin YouTube hesabınıza. Və yayılan videolar, bəzi videolar haqqında danışmaq istəyirəm. Hansı ki, bir vətəndaş, yaşlı bir kişi Qarabağda yeni tikilən evlərlə bağlı öz narazılığını dilə gətirmişdi. Xüsusilə də yağış yağandan sonra, bu leysan yağışlardan sonra və tikilən evin keyfiyyətsizliyindən, sementin azlığından gileylənirdi. Bu video çoxsaylı baxış oldu və bir sıra kanallar da bunu paylaşdılar. Həm elə hökumət yönümlü kanallar, həm də ki, müxalif yönümlü hesab olunan, daha azad media hesab olunan media qurumları bunu paylaşdı və çox keçmədən biz həmin o yaşlı insanın bir növ üzr videosunu gördük. Mən başa düşə bilmirəm. Yaşlı bir insandır, tikilmiş keyfiyyətsiz evdən narazılıq ifadə edir və buna görə niyə bir vətəndaşı siz üzr videosu çəkməyə məcbur edirsiniz? Təbii ki, bizim əlimizdə dəlil, sübutlar yoxdur, faktlar yoxdur ki, biz bunu isbat edək ki, bu mütləq həmin insan buna məcbur edilib. Amma Azərbaycandakı siyasi sistemi, Azərbaycandakı hüququn durumunu, Azərbaycanda ümumiyyətlə bu işlər necə olur və mən düşünürəm ki, bunu Azərbaycanda sıfırdan 100-ə kimi hamı gözəl bilir və bu videonu izləyən sizlər də yəqin ki, mənə haqq qazandırmış olarsınız və mən düşünürəm ki, eyni düşüncəni bölüşürsünüz ki, həmin o yaşlı insan sonradan üzr videosu çəkməyə necəsə ikna edilib. Yəni, bu çox böyük ehtimalla bu təbii ki, məcbur edilib. Digər bir video haqqında isə Mingəçevirdə gənc bir insan və kiçik sahibkar mən adlandırmaq istəyirəm. Səhv etmirəmsə bir çayxana işlədir və gecə saat 10-9-10 radələrində bir video çəkib paylaşır ki, baxın küçədə heç kəs yoxdur, mənim iş yerimdə, obyektimdə, yəni heç kəs yoxdur və insanlar kütləvi olaraq hamısı Bakıya, Abşeron yarımadasına köçüblər və rayonlarda iş yoxdur. Təsəvvür edin ki, Mingəçevir kimi bir şəhərdə ölkənin 3-5 ən inkişaf etmiş şəhərlərindən biri hesab olunur Mingəçevir. Və çox keçmədi ki, həmin insanın da, həmin o kiçik sahibkarın da üzr videosu gəldi və əlində telefon alıb çıxıb şəhərdə, Mingəçevir şəhərindəki maşınları insanlara çəkib göstərdirdilər ki, ona ki, bu ifadələri deyərsən, bunları deyərsən ki, Mingəçevir şəhərimiz gözəl inkişaf edib, Mingəçevir icra hakimiyyəti sağ olsun, çox yaxşı şəhərdə gözəlləşdirmə işlər aparır, o otluğu çəkib, yaşıllığı çəkib ki, bunu icra hakiminin sayəsində bu yaşıllıqlar var Mingəçevirdə. Sanki Mingəçevir sən demə, əvvəllər səhralıq imiş, bizim bundan xəbərimiz yox imiş və sağ olsun icra başçısı gələndən sonra Mingəçevir kimi bir səhranı yaşıl cəngəlliyə çevirir. Baxın, məsələ burada bir-iki nəfərin üzr xarakterli videosu və yaxud da elə üzr videosu məsələsi deyil. Məsələ burada Azərbaycan dövlətinin öz vətəndaşına yanaşma məsələsidir. Bu vətəndaş siyasi etiraz etmir. Bu vətəndaş aksiya etmir, miting etmir, kütləvi çağırışlara etmir və bu insan heç siyasi partiya mənsubiyyəti də bəlkə də yoxdur. Bəlkə də elə Yeni Azərbaycan Partiyasının üzvü də onu etmişsiniz. Bəlkə xəbərli və yaxud da xəbərsiz. Azərbaycanda bu dəbdir axı. Kimi harda görüb hakim partiyanın üzvü edirlər zaten. Bu insan kiçik bir narazılığını dilə gətirib. Hansı kiçik bir narazılıq ki, bunu ölkədə hamı bilir. Zaten biz hamımız bilirik ki, bizim regionların inkişafı son 15-20 ildə biabırçı vəziyyətdədir. İnsanlar məcburən işləmək üçün, çörək pulu qazanmaq üçün şəhərə axışırlar. Abşeron yarımadasına axışırlar, Sumqayıta, Bakıya, Xırdalana. Məcburdurlar insanlar buna. Regionlarda iş yerləri yoxdur. Regionlarda sosial həyat yoxdur. Mən özüm öz rayonumdan götürürəm. Və bütün rayonlarda vəziyyət eynidir. Mövzu təkcə Mingəçevir olsun, Astarası olsun, Salyanı olsun və yaxud da ki, Kürdəmir olsun, fərqi yoxdur. Bugün Azərbaycanın istənilən bir rayonunda bu problem var.
Əhali, gənclər xüsusilə ya xaricə gedirlər işləmək üçün, ya da ki, məcburən şəhərə gəlirlər işləmək üçün. Təhsili, təhsilsiz fərqi yoxdur. Təhsilli insanlar üçün də iş yoxdur, təhsilsiz insanlar üçün ümumiyyətlə iş yoxdur. Və rayonlarda nə qədər tikinti işləri gedir ki, insanlar heç olmasa təhsilsiz insanlar gedib heç olmasa tikinti sektorunda işləsin. Regionlarımızda az qala həyat dayanıb. Kənd təsərrüfatı dayanıb regionlarımızda. Heç insanların çoxsu artıq kənd təsərrüfatı ilə belə məşğul ola bilmir, maldarçılıqla məşğul ola bilmir. Əkinçiliklə məşğul ola bilmir. Çünki dövlətin öz vətəndaşına qayğısı yoxdur. Dövlətin əslində Azərbaycan qalib xalqı idi. Biz 2020-ci ildən sonra 30 ildən sonra biz torpaqlarımızı azad edən bir xalq kimi 2020-ci ildən sonra Azərbaycanlılar daha qürurla yaşamalıydılar bu ölkədə. Amma biz tam tərsini görürük. Bəli, bütün dünyada problemlər var, bütün dünyada iqtisadi geriləmə var, bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsalı zəifləyib. Bunlar təbii aydındır. Biz bunu anlayırıq. Amma Azərbaycandakı vəziyyət qədər bərbad vəziyyət mən düşünmürəm ki, inkişaf etmiş ölkələri hələ çıxıram, inkişaf etməkdə olan ölkələr və yaxud da ki, Azərbaycan çapında olan bir ölkələrdə olsun. Çünki yerli icra hakimi orqanları ümumiyyətlə sistematik işləmir. Yararsız bir vəziyyətdədir və yararsız bir quruma çevriliblər artıq, institusional olaraq. Bələdiyyələr məsələsi ümumiyyətlə aydındır. Azərbaycanda bələdiyyələrin onsuz da o gücü yoxdur. Azərbaycanda bələdiyyələrin o səlahiyyəti yoxdur ki, iş yerləri ilə insanları təmin etsin və yaxud da ki, yığılan vergilərdən dolayı nəsə bir iş yeri açsın. Yoxdur. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanda xüsusilə də 2015-ci ildən sonra demək olar ki, tamamilə dayanıb. Devalvasiyadan sonra. Və siz insanların lap elə təkrar qayıdaq birinci videoya, Qarabağdakı tikinti məsələsi. Aydındır ki, harda iş varsa, harda insan varsa, orada nöqsanlar olacaq. Əlbəttə, biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etmişik, ora mərhələli surətdə köç həyata keçirilir. Bunlar hamısı müsbət işlərdir. Amma bu iş varsa, təbii ki, bunun mənfisi də olacaq. Və tikilən evin keyfiyyətsizliyindən bir vətəndaş güzar edirsə, onu buna görə nələrləsə, indi mən təhdid etmək və yaxud da məcbur etmək, bunu necəsə ifadə edək, amma bizim hər birimizə bəllidir oradakı durum, senari təqribən necə olub və ondan sonra üzr xarakterli bir video paylaşılıb. Əziyyət çəkin, evləri düzəməlli tikin, yeyinti etməyin. Yeyintinin ucu bucağı yoxdur Azərbaycanda. Bunu da hamısını kim edir? Yeni Azərbaycan Partiyasının insanları, Yeni Azərbaycan Partiyasının təyin etdiyi nümayəndələr və yaxud da ki, elə prezidentin özünü təyin etdiyi nümayəndələr, vəzifəli şəxslər, təbii ki, vəzifəsiz şəxsin, səlahiyyətsiz şəxsin nə qədər yeyinti edə bilər ki? Təbii ki, daha böyük yeyintini, daha böyük korrupsiya əməllərini, daha böyük səlahiyyətə malik olan şəxslər edir. Və hər şey oradan başlayır. Biz düzəltməyə oradan başlamalıyıq. Amma insanlara üzr videosu çəkdirməklə, insanlara müxtəlif çaplı hədələr gəlməklə və yaxud da nələrəsə məcbur etməklə biz problemləri həll edə bilmərik axı. Və o narazılığı da aradan qalxmır. Əksinə insanlar gülüşlə qarşılayır o videoları ki, baxın dövlət özündən səviyyəyə qoyub onu. Hətta yazıqları gəlir artıq o üzr xarakterli videoları çəkən insanlara ki, başa düşürük səni buna məcbur ediblər deyə sən bunu çəkirsən. Və siz qaş düzəldən yerdən necə deyərlər, vurub gözdə çıxarırsınız. Öz işlərinizi, bərbad işlərinizi belə malalamaqla özünüzə haqq qazandıra bilməzsiniz. Özünüzü insanların gözündə sevdirmək bir qıraq, heç müəyyən qədər reyting belə qazandıra bilməzsiniz. Zaten Azərbaycanlılara vəziyyət bəllidir. Bütün Azərbaycanlılara ölkədəki hüquqsuzluqlar, ədalətsizliklər, ölkədəki korrupsiya halları, ölkədəki müxtəlif çaplı yeyinti halları, dövlət büdcəsinin nə hala salınması, vergilərin gündən-günə artırılması, insanlara bunun hamısı bəllidir. İnsanlar hamısı bunu görür və həyatlarında hiss də edir. İnsanlar öz yaşayışında bunu hiss edir. Dolanışığında hiss edir insanlar bunu. Hər dəfə marketə girəndə, hər dəfə bazara girəndə, qiymətləri görəndə insanlar bunu öz həyatında hiss edir. Amma Azərbaycan xalqı yenə də çox yaxşı xalq olduğunu göstərir ki, bütün bunları yenə də səbrlə qarşılayır.
Amma bu səbrin də təbii ki, insanları bu qədər çətin duruma salmaq, insanları bu qədər əzmək, insanları bu qədər təhqir etmək olmaz. Və bunun sonu heç də yaxşı olmayan nəticələrə gətirib çıxara bilər. Həm iqtidar adına, həm də ümumiyyətlə Azərbaycan dövlətinin gələcəyi üçün, Azərbaycanın gələcəyi üçün. Biz qalib xalq və Azərbaycan iqtidarı artıq qalib xalqa onun layiq olduğu hörməti qoymalıdır. Ümid edirəm, düzdür, inanmıram, amma ümid edirəm ki, bu üzr və yaxud da ki, üzr xarakterli videolar artıq sonlanacaq və iqtidar tərəfi, hökumət tərəfi problemin həllini, problemin kökünü bu cür süni yollarla aradan qaldırmaq haqqında daha bundan sonra heç olmasa qərarlar verməyəcək.